Bugün bağırsaq şişlərindən danışacağıq. Bağırsaq şişləri dünyada ən çox yayılan şiş xəstəliklərindən biridir və hər il milyonlarla insanda aşkarlanır. Bağırsaq şişləri uzun müddət simptomsuz gedə bilir. Ən çox rast gəlinən əlamətləri isə nəcisdə qanın olması, qarın ağrıları, uzun müddətli qəbizlik və ishal şikayətləridir. Bu sadə şikayətlər bəzən həyati siqnallar verə bilir. Risk faktorlarına gəldikdə isə irsi meyillilik, düzgün qidalanmamaq, hərəkətsiz həyat tərzi, siqaret və alkoqolu göstərə bilərik. Bu xəstəliklərdə ən önəmli nüans profilaktikadır. Çünki bu xəstəliklərin %95-i poliplərdən inkişaf edir və erkən zamanda bu poliplər aşkarlanıb çıxarılarsa, gələcəkdə inkişaf edəcək olan bağırsaq xərçəngindən xəstəni biz qurtarmış oluruq. Buna görə Dünya Səhiyyə Təşkilatı 45 yaşdan sonra hər insana profilaktik kolonoskopiya müayinəsi olmağı tövsiyə edir. Profilaktik kolonoskopiya müayinəsi ilə xəstəlik erkən mərhələdə aşkarlanır. Unutmayaq, erkən mərhələdə bağırsaq şişləri tamamilə sağaldıla bilir. Gecikmiş mərhələlərdə isə müalicənin effekti azalır. Hər zaman dediyimiz kimi erkən diaqnoz həyat qurtarır.